hər birinizi salamlayıram. Mən sizə bugün çiçəkli bitkilərdə cinsiyyətli çoxalma, mayalanma haqqında məlumat verəcəm. Məlumat verməzdən əvvəl nəzərinizə çatdırım ki, kanala abunə olun və videonu bəyənin. İndi isə keçək izaha. Çiçəkli bitkilərin cinsiyyətli çoxalması. Mayalanma zamanı bitkilərdə erkək və dişi cinsi hüceyrələrin nüvəsi birləşir. Bu birləşmə nəticəsində ziqot yaranır. Ziqot mayalanmış hüceyrə nəticəsində yaranır. Hər iki qametin irsi məlumatını daşıyan xromosom yığımını ziqot özündə birləşdirir. Ziqotun inkişafı nəticəsində bitkinin çoxhüceyrəli rüşeymi əmələ gəlir. Yəni, ziqot bölünür, çoxalır və nəticədə çoxhüceyrəli rüşeyim əmələ gəlir. Çiçəkli bitkilərin cinsiyyətli çoxalması üçün əvvəlcə tozlanma, daha sonra mayalanma baş verməlidir. Mayalanmanın baş verməsi üçün yetişmiş tozcuqlardakı erkək cinsi hüceyrənin nüvəsi yumurtacıqdakı yumurta hüceyrənin nüvəsinə çatmalı və onunla birləşməlidir. Burada baxırıq, tozcuqların mikrofoto şəklidir. Tozcuqlar quruluşlarına görə müxtəlif olur. Tozcuq və tozcuq borusunun formalaşması. Ümumiyyətlə, biz dedik ki, çiçəyin əsas quruluş quruluşunda deməli, orqanlar, əsas orqanlar kimi dişicik və erkəkcik götürülür. Erkəkcik sapından və tozluqdan təşkil olunmuşdur. Həmən o tozluğun içərisində tozcuqlar yerləşir. Tozluqda ana mikrospor hüceyrələr olur. Tozluqlarda ana mikrospor hüceyrələr olur. Bu hüceyrələrin hər biri bölünərək 4 mikrospor əmələ gətirir. Deməli, bir hüceyrə bölünür və 4 mikrospor əmələ gətirir. Mikrosporlar böyüyür. Daxilində nüvəsi bölünür. Nəticədə tozcuqlar əmələ gəlir. Deməli, mikrosporların da bölünməsi və nüvəsinin böyüməsi nəticəsində tozcuqlar əmələ gəlir. Forma, ölçü və hüceyrə qılafının quruluşuna görə tozcuqlar çox müxtəlifdir. Dişicik ağılcığının nahamar və yapışqan şəkərli məhlul ifraz edən səthi tozcuqların tutulmasına uyğunlaşmışdır. Yəni, bu bir növ uyğunlaşmadır. Tozcuqların formaları dişiciyin ağılcığın quruluşundan asılı olaraq uyğunlaşma əmələ gətirmişdir. Tozcuq bu məhlulda cücərməyə başlayır. Yəni, dişiciyin ağılcığında başlayır cücərməyə. Cücərir və tozcuq borusu əmələ gətirir. Tozcuq borusu əmələ gəldi və sonra nə baş verir? Böyüməkdə olan tozcuq borusu dişiciyin sütuncuğu ilə yumurtalığa doğru hərəkət edir. Axı, biz demişdik ki, burada dişiciyin şəklinə baxırsınız. Dişicik hansı hissələrdən ibarətdir? Ağılcıq, sütuncuq və yumurtalıq hissəsində. Yumurtalığın içərisində isə yumurtacıq yerləşir. Deməli, bu həmən cücərmə nəticəsində əmələ gələn tozcuq borusu dişiciyin sütuncuğu ilə yumurtalığa doğru hərəkət edir. Tozcuğun stoplazması və boru hüceyrəsinin nüvəsi və ya vegetativ nüvə də deyilir buna və generativ nüvə tozcuq borusuna axır. Deməli, tozcuq borusuna axdı bu nüvələr. Tozcuq borusunda bəzən bəzən isə tozcuq cücərməzdən əvvəl generativ nüvə 2 yerə bölünür. Deməli, vegetativ nüvə bu yol açdı. Generativ nüvə isə 2 yerə bölündü və 2 spermi, erkək qametlər əmələ gəldi. Bu halda öndə vegetativ nüvə olur, arxada isə spermlər hərəkət edir. Bu, həmən generativ nüvədən əmələ gələn 2 spermi burada tozcuq borusunda hərəkət etməyə başlayır. Rüşeym kisəsinin formalaşmasına baxaq. Rüşeym kisəsi harada formalaşır?
dişicikdə formalaşır. Müxtəlif bitkilərdə dişiciyin yumurtalığında bir və ya bir neçə yumurtacıq olur. Aha, deməli, bir və ya bir neçə yumurtacığın olması onun toxumunun sayını müəyyən edir, təyin edir. Yəni, əgər bitki bir toxumludsa, onda bir yumurtacıq, çox toxumludsa çoxlu toxumcuq, yəni yumurtacıqlar olur. Yumurtacığın hər biri örtüklə əhatə olunmuşdur. Yumurtacıqda ana hüceyrə bölünərək 4 megaspor əmələ gətirir. Aha, deməli megaspor harada əmələ gəldi? Dişicikdə, yumurtacıqda əmələ gəldi. Megasporların 3-ü məhv olur. Digərləri deyəndə biri inkişaf edir, rüşeym kisəsinə başlanğıc verir. Proses rüşeym kisəsinin formalaşması ilə bitir. Rüşeym kisəsinin mərkəzində 2 nüvə dərhal və ya mayalamadan sonra bir-biri ilə birləşir. Bu mərkəzi hüceyrə adlanır. Rüşeym kisəsinin mikropili adlanan toccuq girəcəyinə ən yaxın yerləşən iri olan hüceyrə isə yumurta hüceyrəyə, dişi qametə çevrilir. Əslində, burada 8 hüceyrə var. Bu 8 hüceyrədən biri böyüyür, giriş hissədə olan böyüyür, iri hüceyrəyə başlanğıc verir. Bu olur yumurta hüceyrə. Digər ikisi isə qütblərdən mərkəzə doğru gəlib birləşir. Bu isə olur mərkəzi hüceyrə. Mərkəzi hüceyrə 2N xromosom dəstinə malikdir. Yumurta hüceyrə isə N xromosom dəstinə malikdir. Digər qütblərdə isə 3-ü bir qütbdə qalır hüceyrənin, 3-ü isə bir qütbdə. Sonradan bunlar mayalamadan sonra sovrulur, gedir. Deməli, rüşeym kisəsinin mərkəzində 2 nüvə dedik, birləşir, mərkəzi hüceyrəni əmələ gətirir. Girəcəkdə toccuq girəcəyində isə yerləşən hüceyrədə böyüyür, iri hüceyrə, yumurta hüceyrə, dişi qametə çevrilir. Burada fikir versəz şəkilə aydın nəzərə çarpacaq dərəcədə verilmişdir. Aha. İndi burada gedən prosesləri yenidən desəm, deməli, erkəkcikdə, tozluqda nə yerləşdi? Tozcuqlar yerləşir. Bu tozcuqlar mikrosporlara başlanğıc verir. Həmən mikrosporlarda da vegetativ və generativ nüvələr olur. Vegetativ nüvə deməli qabaqda, yəni irəlidə gedən nüvədir. Toccuq borusu boyunca irəlidə gedən nüvədir. Ancaq generativ nüvə isə 2 hissəyə, 2 yerə bölünür və 2 spermini əmələ gətirir. Sperm isə mayalamada iştirak edəcək. Burada rüşeym kisəsini görürsünüz. Yaşıl rənglə verilən hissə rüşeym kisəsidir. Və orada deməli, nə olur? Orada yerləşir, deməli, yumurta hüceyrə və mərkəzi hüceyrə və qütblərdə isə hüceyrələr yerləşmiş olur ki, bu hüceyrələr sonradan deməli, yox olur. Mayalama prosesinə baxsaq, yumurtalığa çatmış tozcuq borusu orada yerləşmiş yumurtacıqlardan birinə daxil olur. Yəni, yumurtacıq sayı fərqlidir də. Əgər bir toxumludursa, bir dənə yumurtacıq olur və həmən tozcuq borusu həmən yumurtacığa daxil olacaq. Tozcuq borusu yumurtacığa adətən mikropiledən daxil olur. Rüşeym kisəsinin daxilində tozcuq borusunun divarı partlayır. Vegetativ nüvə və spermlər kisəyə axır. Bu zaman vegetativ nüvə rüşeym kisəsinin maye hissəsinə qarışır, yox olur. Spermlər isə biri yumurta hüceyrəni mayalayır. Yəni, biri yumurta hüceyrə ilə birləşir. Digəri isə mərkəzi hüceyrə ilə birləşir. Deməli, burada 2 mayalama prosesi getdiyi üçün prosesin adı buradan götürülmüşdür və 2 qat mayalanma baş verir. 2 qat mayalanma prosesi isə çiçəkli bitkilərdə baş verən bir prosesdir.
Erkək və dişi qametlərin birləşməsi nəticəsində əmələ gəlmiş hüceyrə ziqot həm də yeni orqanizmin fərdi inkişafının başlanğıc mərhələsidir. Yəni, əmələ gələn ziqotdan yeni bir orqanizm başlanğıc götürür. Ziqot hüceyrəsi ardıcıl bölünür, gələcək toxumun ruşeyminə çevrilir. Deməli, toxumun ruşeyminə nə çevrildi? Ziqot. Mayalanmış mərkəzi hüceyrə isə endosperm toxumasına başlanğıc verir. Yumurtacığın örtük hissəsindən toxum qabığı inkişaf edir. Və burada baxsaq çiçəkdə tozlanma, 2 qat mayalanma baş verir. Daha sonra çiçəyin ləçəkləri solur, quruyub tökülür. Artıq yumurtalıq böyüyür və meyvəyə çevrilir. Meyvənin daxilində toxum yumurtacıqdan əmələ gəlir. Deməli, toxum nədən əmələ gəldi? Yumurtacıqdan. Meyvə nədən əmələ gəldi? Yumurtalıqdan. Burada öyrəndiklərinizi tətbiq edin bölməsində baxsaq, suallar var. Mayalanmada minimum neçə yumurta hüceyrə iştirak edir? Minimum 1 yumurta hüceyrə iştirak edir. Maksimum isə toxumun sayından asılı olaraq demək olar. Mayalanmada neçə megaspor hüceyrə iştirak edir? Megasporlar hardaydı? Burada, yəni biz dedik yumurta hüceyrədə, əvvəlki səhifəyə qayıtsaq, əvvəlki səhifədə fikir versəniz, deyir ki, yumurtacıqda ana hüceyrə bölünərək 4 megaspor əmələ gətirir. Megasporlardan 3-ü məhv olur, digərləri inkişaf edər, rüşeym hissəsinə başlanğıc verir. Deməli, 3-ü məhv olur, biri isə deməli, başlanğıc vermiş olur. Tozlanma üçün dişicik ağacığına minimum neçə tocuq düşməlidir? Minimum 1 tocuq düşməlidir. Nüvə desə ancaq 2 nüvə, yəni vegetativ və generativ nüvə. Yuxarıdakı halda neçə erkək qamet iştirak edir? Yuxarıdakı halda neçə erkək qamet iştirak edir? Deməli, erkək qamet 2 ədəd sperm iştirak etdi. Mayalanmadan əvvəl dişicikdə yumurtacıqların minimum sayı nə qədər olmalıdır? Mayalanmadan əvvəl dişicikdə yumurtacıqların minimum sayı 1 ədəd olmalıdır. Çünki ən az sayda yumurtacığın, yəni toxumun sayı 1-dir. Daha sonra aşağıdakı proseslər baş vermə ardıcıllığına görə sıralayın. Tozlama, rüşeym inkişafı, tocuqların sərbəst buraxılması, tocuq borusunun böyüməsi, mayalama, toxumların yayılması. Deməli, birinci nə olur? Birinci tocuqların sərbəst buraxılması. Tocuqlar sərbəst buraxılır. Nə olur? Tozlanma gedir. Yəni, tozlanma nə deməkdir? O tocuğun gəlib dişicik ağacığına düşməsi tozlanma adlanır. Həmən ağacığa düşən tocuq borusu əmələ gətirir. Deməli, B, A, E, daha sonra mayalama baş verir. C, sonra mayalama nəticəsində rüşeym inkişaf edir. D və toxumlar da sonda yayılır da. Yəni, toxumun əmələ gəlməsi sonda olduğuna görə F-i də sona yazarıq. Nə üçün? Tocuqlar tocuq borularını əmələ gətirir. Çünki dişicikdə yumurtacığa çatmaq üçün boru əmələ gətirməlidirlər ki, orada da nüvələr hərəkət edə bilsin. Vegetativ və generativ nüvə. Mayalamadan sonra yumurtalıqda nə baş verir? Mayalanmadan sonra yumurtalıqda deməli, meyvə əmələ gəlir. Yumurtacıqda mayalanmadan sonra burada verilmişdi, bax. Deməli, mayalanmadan sonra ziqot əmələ gəlir. Ziqot yeni orqanizmin fərdi inkişafının başlanğıc mərhələsidir. Ziqot hüceyrəsi ardıcıl bölünərək gələcək toxum rüşeyminə çevrilir. Mayalanmış mərkəzi hüceyrəsi endosperm toxumasına başlanğıc verir. Yumurtacığın örtük hissəsində isə toxum qabığı inkişaf edir. Daha sonra, sizcə küləksiz və yağışlı hava meyvə və toxumun əmələ gəlməsinə təsir edə bilərmi? Edə bilər. Əgər bu külək vasitəsilə çarpaz tozlanmadırsa, edə bilər. Çünki həmən deməli,
tozcuqların dişici yağıcığına düşməsinə mane ola bilər yağış və quru olmalıdır. Tozcuq quru və yüngül olur deyə dişici yağıcığına daha tez asan düşə bilir. Ona görə hava quru və küləkli olmalıdır. Bu qədər.